və hakimin son yoxlanışlarıyla Binə qəsəbəsindəki stadionunda Bakı Sporting Mingəçevir görüşü başlayır. Birazdan sizə baş məşqçiləri də təqdim edəcəm. Bu oyun bağlanış oyunudur və oyun başladı birinci hissə. Və indi top meydandan çıxdı. Out Mingəçevirindir. Deməli, meydan sahiblərinin baş məşqçisi, Bakı Sporting'in çalışdırıcısı, bir vaxtlar Premier Ligada işləmiş, Səbay komandasına rəhbərlik eləmiş Elman Soltanov. İndi isə Elman Soltanov Bakı Sporting'in uğurları üçün çalışır. Oyundan kənar vəziyyət. Offside qeyd alınır. Elman Soltanov bir vaxtlar Səbay komandasında da işləyib. İndi isə Bakı Sporting'in uğurları üçün çalışır. Və görək Bakı Sporting Elman Soltanovun sayəsində komanda bu ildə olmasa gələn il Premier Ligaya yüksələ biləcəkmi? Mingəçevir komandasının baş məşqçisi isə Neftçi komandasının sabiq baş məşqçisi, Neftçi ilə gümüş medalları ikinci yeri tutan və Qaradağlıq Vatanla Azərbaycan çempionu olan, həmçinin də Neftçi komandasını Avropa Liqasına, yəni Avrokuboklara çıxardan Füzuli Məmmədov. Qarın sürəti artıb yaman. Və qapıdan zərbə olacaq. Füzuli Məmmədov da, yəni bir vaxtlar Azərbaycan futboluna xidmət edib. Neftçi ilə Neftçidə işləyən zaman Neftçi ilə gümüş medalın sahibi olub, yəni ikinci yer tutub və Qaradağlıq Vatan komandası ilə də Azərbaycan çempionu olub, yəni birinci divizyonun qalibi olub. İndi isə Mingəçevirin uğurları üçün çalışır. Füzuli Məmmədov həm də baş məşqçi kurslarında da oxuyub. UEFA'nın A, B, C, C, D kategoriyaları üzrə, yəni baş məşqçi sertifikatına da layiq görülüb. Qarın sürəti artıq meydanda, görə ikinci üstünə keçəcək. Artıq 3-cü dəqiqə gedir. Və az qala Bakı Sporting hesabı açmışdı. Top meydandan çıxdı. Və bu cür bizim baş məşqçilərimizin olmağı həm Füzuli Məmmədov, həm Elman Soltanov, yəni bu cür baş məşqçilərimiz gələcəkdə Premier Ligada da işləmək, yəni vaxtı olacaq. Düzdür, yəni Füzuli Məmmədov Neftçi komandasında işləyib, amma sonra Qaradağlıq Vatanda və indi isə Mingəçevirin uğurları üçün çalışır. Həm də UEFA'nın baş məşqçi kurslarında da oxuyub.
bayağı xat oldu. İndi isə cərimə zərbəsi vuracaq Bakı Sporting meydan sahibləri. Beşinci dəqiqə gedir artıq. Və həm də onu da qeyd edin ki, Füzuli Məmmədov da təcrübəli baş məşqçilərimizdəndir. Çünki Füzuli Məmmədovun artıq 3 klubda işləməyə artıq bir siqnal verir ki, gələcəkdə Premyer Liqa klublarının baş məşqçi postunda işləyə bilər. Yəni Neftçi komandasında işləməyi, Neftçi ilə ikinci yer tutmağı və Avrokuboklara getməyi, həm də Qaradağ Lokbatanla birinci divizyonun qalibi olmağı və indi isə Mingəçevir komandasının uğurları üçün çalışmağı artıq gələcəkdə Premyer Liqa klublarının baş məşqçi postuna namizədlərdən biri ola bilər Füzuli Məmmədov. At Mingəçevirindir və top meydandan çıxır. Altıncı dəqiqə gedir. Out. Bir dənə Mingəçevir nə eləyəcək? Bakı Sporting topu ələ keçirir. Və Mingəçevir əks hücuma çıxır indi. Yəni Elman Sultanov da belə baxanda təcrübəli baş məşqçidir, amma Elman Sultanovun da bəxti gətirib ki, artıq Bakı Sportingin baş məşqçi postunda ikinci mövsümüdür. Komanda ikinci liqaya çıxanda Elman Sultanovla başladılar və Elman Sultanovla da birinci liqaya çıxanda artıq davam edirlər. Korner vuracaq indi Mingəçevir. 8-ci dəqiqə gedir. Və xəbərdarlıq olunur Mingəçevirin oyunçusuna, həm də Bakı Sportingin oyunçusuna da xəbərdarlıq olunur. Və top keçmədi indi. Mingəçevir əks hücuma çıxır və Cəfər Əlizadə yerindədir. Və Bakı Sporting əks hücuma çıxır. Elman Sultanovun komandası. Və indi Mingəçevir əks hücuma çıxmaq istəyir. Və Cəfər Əlizadə yerindədir. Mingəçevir az qala əks hücuma çıxırdı.
bizim təşkilatı dəstəyimiz Ekstra Time'da. Ekstra Time'a hem öz adımdan hem de kanalımız adından təşəkkürümü bildirirəm. Hem de bizim diğer təşkilatı dəstəyimiz var. Futbol arenasıdır. Ona da hem öz adımdan hem de YouTube kanalımız adından təşəkkürümü bildirirəm. Kapıdan zərbə. Mikrofon arkasında da mənəm, Dəmirov Hüseyin Ağa. Kapıdan zərbə ilə oyun davam edir. Və qarın sürəti də artıb azca. Və indi Bakı Sporting hücum eləməyə başlayacaq. Baş məşqçiləri gəlin sizə yenə də təqdim edeyim. Deməli, Bakı Sporting'in baş məşqçisi, komandanın çalıştırıcısı, artıq komandayla ikinci mövsümdeki komandanın baş məşqçi postunda olan Elman Soltanov. Elman Soltanov bir vaxtlar Premier Ligada da işləyib, Səbail komandasının baş məşqçi postunda da olub. İndi isə Bakı Sporting'in oğulları üçün çalışır, baş məşqçi kimi. Bugün geçebilek sizin çıkar. Ala bir pas. Ve indi Mingəçevir açıcına çıkmak istiyor. Ve göre indi Mingəçevir Füzuli Məmmədovun yetirmələri hesabı açabiləcəklər mi? Kapıdan zərbə. Top daxil edildi və indi Bakı Sporting əks hücuma çıxır. Pis yıxıldılar. Mingəçevirin oyuncusu yerdə qalıb. Və hakim onun yanına yaxınlaşır. Topu hakime qaytardı Bakı Sporting'in oyuncusu. Ve görevine başlayacak. Şimdi Bakı Sporting əks hücum eləmək istəyir ama heç nə alınmır. Mingəçevir əks hücuma çıxacaq. Və
Güvenir. Mingəçevirin oyuncusu az qala hücum eləyirdi ama out. Bakı Sporting'de. Out değil. Serbest atıştı ve Cəfər Əlizadə yerində. Ve qayda pozuldu. Azarkeşləri də görürsünüz. Ve bizim təşkilatı dəstəklərimizə də yenə də təşəkkürümü bildirim. Cərimə zərbəsi vurur Mingəçevir. Aha, birazdan təşəkkürümü bildirəcəm. Görək mümkündən nə çıxacaq. Out Mingəçevirin də. 16. dəqiqə gedir. Bakı Sporting Mingəçevir oyununda. Ve qapıdan zərbə. Cəfər Əlizadəndə Bakı Sporting'in golkiperi topu oyuna daxil eləyəcək. Bizim təşkilatı dəstəyimiz futbol arenasıdır. Ona da həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirəcəm. Həm də bizim bir sponsorumuz da var. Extra Time'dır. Extra Time'a da həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirəcəm. Out Mingəçevirin də. Ve out yenə də Bakı Sporting'ində bu sefer. Outlar çok olur deyəsən oyunda. Əla bir pas. Yerde kalan oyuncular. Sarı veriyor. Bakı Sporting'in oyuncusu sarı veriyor alır. Mingəçevirin oyuncusu yıktığına göre. O 18. dəqiqə gedir. Cərimə zərbəsi vuracaq Mingəçevir. Out. Kimin de out ve ya Mingəçevirin de out artık. Görüşün artık 19. dəqiqəsi başlıyor. 18. dəqiqə ikunlaşacaq. Qar da yağır yaman, xırda. Əla bir pas. Allah. Out. Füzuli Məmmədovu görürsünüz. Mingəçevirin baş məşqçisi Füzuli Məmmədov ekranlarımıza gəlir.
19-cu dəqiqə yekunlaşır. Out. Bakı Sporting'indi. Cəfər Əlizadə yerində. Yirminci dəqiqə gedir artıq. Oyunda 2-1 hissə geridə qalıb artıq. Azərbaycan 1-ci liqasının bağlanış oyunudur. Və qayda pozulub. Cəlmə zərbəsi vuracaq Mingəçevir. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyin Ağa. Və qapıdan zərbə. Cəfər Əlizadə artıq topu oyuna daxil eləyəcək. Bakı Sporting. Füzuli Məmmədov'u görürsünüz qıraqdan. Elmas Sultanov da ekranlara geldi. Out. Mingəçevir'indi. Out. Yeniden Mingəçevir out vuracaq. Oyunda artıq 2-1 hissə asta geridə qalmaq üzrədir. Şimdi sərbəst atışla topu oyuna daxil eləyəcək. Artıq 23-cü dəqiqə başlayacaq və cərimə zərbəsi Mingəçevir'indi. Qar da yağır yaman, yağışla bərabər və Cəfər Əlizadə yerində. 23-cü dəqiqə başlayır. Cəfər Əlizadə'dir. Bakı Sporting'in qapısı topu oyuna daxil eləyəcək. Bakı Sporting'in başlayıcısı isə Elman Sultanov. Out. Elman Sultanov ekranlara gəlir. Mingəçevir komandasının da baş məşqçisi Füzuli Məmmədov. Cərimə zərbəsi vuracaq Bakı Sporting. Və indi Mingəçevir hesabı aça bilər. Cəfər Əlizadə yerindədir. Və Bakı Sporting hücum eləyəcəkdir, amma etsin alınmalı. Out Mingəçevir'ində. Elman Sultanov'u görürsünüz. Bakı Sporting'in baş məşqçisi
Messi. Elmas Sultanov görürsünüz. Komanda yolda. Yani komandasını ruhlandırır ki dikkatli oynasınlar. Top meydandan çıxır. Out. Füzuli Məmmədovu qıraqdan görürsünüz. Out. Mingəçevrində. Artıq oyunun 2-də 1 hissəsi geridə qalıb. Mingəçevrində. Yirmi 6. dəqiqə başlayır artıq. Riskli hərəkətlər eləmək olmaz. Bu futbolçuların sağlamlığına ziyandır. Sarı var ya. Mingəçevrin köməkçi oyunculardan. Daha doğrusu ehtiyat skameykasında oturmuş futbolçuların birine sarı verək verildi. Out Bakı Sporting'inde. Ala bir pas. Şimdi Bakı Sporting əks hücuma çıxmaq istiyor. Ve hücum. Out. Bakı Sporting'inde. Out yoktur. Top meydanda kalır. Ve görüşte artık 27. dəqiqə başlayıb. Oyunun 2-də 1 hissəsi artıq asta geride qalmaq üzrədir. Hücum. Ve indi Mingəçevir hücuma çıxmaq istəyir. Əla bir pas. Heç salınmır. Oy 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 oy. Bakı Sporting irəli atılır. Yerde kalan oyuncu var. Yirmi 8. dəqiqə gelir. Bizim təşkilatı dəstəyimiz futbol arenasıdır. Ona hem öz adından hem de kanalımız adından teşekkürümü bildireceğim. Bizim bir təşkilatı dəstəyimiz de var. Extra Time YouTube kanalı. Ona hem öz adımdan hem de YouTube kanalımız adından teşekkürümü bildireceğim. Əks hücum eləyirlər. Ama heç sağlanma. Cəlmə zərbəsi vuracaq indi Mingəçevir. Artıq oyunun 2-də 1 hissəsi asta geride qalmaq üzrədir. Və pressing. Artıq oyunun 3-də 1 hissəsi başlayıb. Və out.
Bakı Sporting'inde. Elmas Sultanov'u görürsünüz. Altı Bakı Sporting'inde. Ala bir pas. Artık üçüncüden zərbə vuracaq Bakı Sporting. Yağış da yağır. Düzdür, qar kəsib ama yağış yağır. Ya paslaşaraq zərbə meydançasına girib Bakı Sporting və qapçı yerindədir. Ve qapçı yerindədir Mingəçevirin qapçısı. Mikrofon arxasındadır mənəm, Dəmirov, Hüseyin Ağa. Artıq 31-ci dəqiqə gedir. Hələ də Bakı Sporting Mingəçevir oyununda hesab açılmayıb. Ama belə baxanda oyunun tempi düşmür. Yani hər iki komanda oyunun tempini saxlayır. Ala bir pas. Pressing. Ve top meydandan çıxır. Out. Mingəçevirində. Füzuli Məmmədovu görürsünüz. Neftçinin ve Qaradağlı Batanın ve indi isə Mingəçevirin uğurları için çalışan Neftçinin sabit baş məhkisi ve Qaradağlı Batanın da sabit baş məhkisi olub. Füzuli Məmmədov həm də UEFA'nın baş məhkisi kategoriyası üzrə sertifikat alıb. Yəni kanalımız olaraq təbrik edirik. Yəni Azərbaycanın tanınmış daha bir baş məhkisi Neftçidə işlədikdən sonra Azerbaycan'ın daha bir tanınmış baş məhkisi Neftçidə işlədikdən sonra Qaradağlı Batandan işlədikdən sonra UEFA'nın baş məhkisi sertifikatına layık görülüb.